Sonra Şeyh İbn-i Cəvzi rahimehullah buyurur, yenə bidəti pisləməyə davam edir və həmçinin bidət əhlin. Və buyurur ki, Şeyh rahimehullah necə sələf xoşlamazdı artıq şeyi. Dində artırmaq bir məsələni və ya dində qıslatmaq. Çünki əsasən bidət artırmağa deyilir. Yəni yeni bir şey. Və burada Şeyh rahimehullah hətta misal çəkir. Zeyd ibn Səbitin rivayətini, o da o vaxt ki Əbu Bakırla Ömər, o vaxt ki Ömər radiyallahu anhu Əli ibn Əbi Talibin kürəkəni Yamamə döyüşündən sonra Musaylimə Kəzzəblə, biri var idi Musaylimə, özün Peyğəmbər elan etmişdi. O vaxt ki 70-dən çox sahabi öldü o döyüşdə, hafizlərdən. Və Ömər Xəttab radiyallahu anhu gəldi ki, Əbu Bakır, ya Əbu Bakır, bəs hafizlər azala bilər və Allahın kitabını əzbər bilənlər. Ona görə Quranı yığıcına. Və Əbu Bakır Ömərə dedi ki, ya Ömər, necə edim Rasul salsın onu etməyib? Fikir ver, yəni bu məsələ baxmayaraq orada lazım idi, caiz idi. Lakin Rasul salsın etmədiyinə görə, yəni sahabi belə cavab verdi. Sonra Allah subhanətə alə qəlbinə saldı Əbu Bakırın, sonra bir müddətdən sonra razılaşdı. Və Əbu Bakır radiyallahu anh çağırır sonra Zeyd ibn Səbiti. Və Zeyd ibn Səbit növ çağırır, çünki birinci cavan idi. Yəni əzbərdə güclü idi. Təbii ki, cavanın hifzi qocanın hifzindən fərqlənir. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem vəhy yazanlardan biri idi. Çünki bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi ve sellem vəhy yazanları var idi. Yəni Rasul sallallahu aleyhi ve sellem eşidirdi, o sahabələr də yazırdılar. Və deyir ki, sən Peyğəmbər sallallahu aleyhi ve sellem yanında vəhy yazanı idin, özə cavansan və s. xüsusiyyətləri qeyd edir ki, bu işi ona tapşırır. Və Zeyd ibn Səbit, rahimehullah, radiyallahu anhu, başlayır yığmağa. Lakin öz hifzinə kifayətlənmir. Öz hifzinə və həmçinin sahabələrlə uyğun gələndən sonra yazardı. Və belə bu cür yığılır Quran. Və hətta Zeyd ibn Səbit deyəndə Əbu Bakır deyir ki, ya Əbu Bakır, necə edin Peyğəmbər sallallahu aleyhi ve sellem etməyən şeyi? Fikir ver. Bana caizdir, lakin gör artıq şey, qorxurdular ki, birdən artıq hərəkət olar. Lakin təbii sahabələr hamısı icma edirlər ki, bəli, yığılmağa lazımdır. Və Quran bilirsiniz ki, yazırdılar sahabələr və bəziləri görürsən hərdən özləri üçün də yazırdılar, köçürürdülər. Və köçürdüyü, hansı ki, Quranlar var idi özləri üçün, ola bilsin artıq şey də yazırdılar. Ya hədis, ya məsələn bir dənə şərh, ayənin şərhin. Ona görə görürsən, məsələn, musaflar var. İbn Məsudun musafı, yəni Quranı. Ubey ibn Kəbin Quranı. Və bəzi musaflarda görürsən fərq var. Farq var idi. O da məsələn bu səbəbi idi. Ki, məsələn, Hafiz, Peyğəmbər salsı deyəndə o ki, yazmırdılar kitab, yəni yazanlar. Onlar özləri üçün köçürəndə məsələn şərhi də qeyd edərdilər. Ona görə bəziləri biliblər ki, məsələn, İbn Məsudun Quranında ayədə biraz uzun gəldiyini, bəziləri bilirlər ki, bu ayə İbn Məsudda belə idi. Lakin bilmək lazım ki, Quran nə vaxt Quran sayılır? Biri ayə məsələn gətirsə, gerək Quran sayılmaq üçün şərtləri var. Ən birinci şərti gerək tavatur ola. Yəni, bütün icma sahabələr deyək ki, bəli, bu ayə Qurandır. Bəli, bu ayə nazil olub bu cür. Bu birinci şərtindəndir. Həmçinin Quranın sübut olması gerək Osmanın vaxtındakı Quran gerək sübut olmaq. Çünki icma sahabələr ona məsələn istinad etdilər. Və Əli ibn Əbi Talib də xilafətdə onunla hökm verdi. Və həmçinin gerək ərəb dilinə, qaydalarına uyğun olar. Bu Quranın sübut olmaq üçün qaydalardır. Və lakin var idi bəzi musaflar, Quranlar. Orada ləfz, kəlmə artıq idi və s. O, sahabələrin bəzilərinin yəni qaralamı kimi özləri üçün yazdılar şeydir. Aydındır inşallah. Və burada rahimehullah Zeyd ibn Səbit deyir ki, ya Rasul, ya Əbu Bakır, necə edim Peyğəmbər salsın bu cür etməyib?
Lakin sonra Allah Subhanahu taala qəlbimə açdı bu məsələ üçün, başladım bu işə məşğul olmağa. Və sonra Şeyx Rəhiməhullah burada İbn Məsudun rivayətini gətirir. Deyir ki, bəs bir dənə kişi gəlir, Abdullah ibn Məsuda deyir ki, Rəhiməhullah radiyallahu anhuma, deyir ki, bəs məsciddə, məğrib namazından sonra bir dənə məsciddə namaz qılandan sonra biri qalxır, dəstəyi deyir ki, siz filan qədər Allah-u Ekberləyin. Sonra o birisi dəstəyi deyir ki, siz filan qədər Subhanallah eləyin. O birisi dəstəyi deyir, siz Elhamdülillah eləyin. Və Məsud radiyallahu anhuma deyir ki, əgər görsün hansı məsciddə belə söhbət mənə çağırarsan. Və deyir ki, bəs başlayırlar, gəl. O da gəlir radiyallahu anhuma və görür bu hadisəni, deyir, bu nə bidətdir, zülümdür, təzə şey gətirmişsiniz. Baxmayaraq zikir yaxşı şeydir, lakin bidətdir. Yəni artıq şeydir. Yəni artıq necə? Bu cəmaata deyib ki, belə eləməsiniz. Bu bidətdir, amma özün belə eləyirsən, elə. Təbii ki, özün məsələn birdən insan desə ki, mən gündə 50 dəfə la ilahe illallah demək istəyirəm. Bu bidət deyil. Lakin fərz görsə bidətdir. Yəni özündən şəriət çıxartdım. Amma məsələn mən bir gün 50 dəfə eləyirəm, bir gün 60 dəfə, bir gün 70 dəfə. Heç kəs demirəm eləyim. Yoxsa cəmaata etsəm ki, cəmaat gəlin 1000 dənə gündə la ilahe illallah deyir. Artıq bidətdir. Amma məsələn özüm eləyirəm 1000, sonra 1500. O bidət deyil. Gələk fərqləndirəsən bu şeyləri. Bəzilər çaşır belə məsələlər. Hətta bir maşın da bidətdir onda. Çaşır. Yəni bidət dedik dini məsələlərdən. Və deyir ki, nə bidətdir, bu zülümdür gətirmişsiniz və yəni Peyğəmbər sallallahu sahabələrindən də çox bilənsiniz. Yəni Peyğəmbər sallallahu sahabələr belə eləmədi. Yəni siz eləyirsiniz. Burada İbn Məsud radiyallahu anhuma sahabələrin əməlini dəlil gətirir. Ki, sahabələrin heç biri belə eləmir bidət. Siz belə eləməyin. Nə gəlib sünnədə onu eləyin. Lakin kim artıq eləmək istəyir, özü eləsin. Və bu cür sonra deyir ki, Allah yolundan gedin. Sonra Əmr ibn Utba orada oturanlardan biri olur, deyir, Əstəğfirullah. Allah bağışla bu əməlimizi görə ki, bidət etdi. Və sonra İbn Məsud deyir ki, Rəhməllah, radiyallahu anhuma, deyir, siz Peyğəmbər sallallahu yolundan gedin, sağa sola dönməyin ki, zəlalətə düşərsiniz. Və həmsinin burada başqa şeylər var. Sonra deyir, lüzumu tariq əhl-i-sünnə vəl-cəmaə. Yəni əhl-i-sünnə vəl-cəmaənin yolundan gedməyin vacibliyindən danışır. Şeyx da inşallah qalsın, gələn dəstərimizə Allah bilir. İbn Cəvzi rəhməhullah buyurur ki, lüzumu tariq əhl-i-sünnə. Yəni əhl-i-sünnə yolundan gedməyin vacibliyi məsələsi. Təbii ki, əhl-i-sünnə məzhəb deyil. Əhl-i-sünnə yəni Rasul salsın yolu. Yəni Rasul salsın yolundan gedən əhl, cəmaat. Bəzilər düzgün başa düşmür. Evlər ki, nəsə məzhəbdir və s. Buyur yoldur, Rasul salsın yolu. O yolda gedən cəmaata deyirlər, olan vəsifidir, əhl-i-sünnə. Və burada Şeyx Rəhməhullah o vaxt ki, bidətdən danışır. O bidət pislənir ki, hansı ki, edən o etiqadla edir ki, gök şəriətində naqislidir. Şəriətdə naqislidir. O etiqadla edir. Və ya məsələn, nəsə deyilməyib, bu gəlib, məsələn, 20-ci əsrdə və ya 11-ci əsrdə artırıb nəsə İslama bidət odur. Hansı ki, şəriət demədiyi şeylər. Nə Quran, nə sünnə, nə də xəlifələr dördü xüsusən. Yoxsa bilirsiniz ki, Rasul sallallahu aleyhi ve sellem Əbu Bakır, Ömər, Osman, Əliyə icazə vermişdi. İcazə vermişdi, deməli, məsələlərdə iştihad eləməyə, artıq şeylər eləməyə. Ona görə Əbu Bakırın vaxtında müəyyən məsələlər çıxdı ortaya, Peyğəmbər sallallahu vaxtında yox idi elə şeylər. Əbu Bakır icazə verdi. Həmçinin elə məsələlər vardı, Ömər bin Xattan vaxtı çıxdı, elə məsələlər vardı. Osman, elə məsələlər də Əlinin. Müsəlmanın indiyəcən olan sünnət kimi götürürlər. Ulan etdikləri. Çünki Peyğəmbər salsın buyurub, mənim sünnətimlə gedin və mənim Raşid xəlifələrimin sünnətimlə. Yəni, 4 xəlifənin. Burada Şeyx Zor Rəhməllah deyir, sünnə, həmçin bidət lüğəvi mənada qorxuludur, şəri mənada pisdir. Yəni, ola bilər lüğəvi mənada bidət adi bir şey olsun.
Məsələn, necə ki, təyyarə bidətdir. Bidət yəni yeni şey. Bidətdir. Lakin lüğəvi cəhətdən. Yəni, o demək deyil ki, təyyarə minmə bidətdir. Yəni, şəriət pislədiyi bidət şəri mənada bidətdir. Şəri mənada bidət odur ki, dini məsələlərdə Peyğəmbər sallallahu aleyhi ve sellem etmədiyi şey etmək. Yoxsa o dünya məsələlər aiddir. Məsələn, ona görə maşın məsələn bidətdir. Lakin olar. Çünki lüğəvi, yəni, dini məsələ deyil bu. Həmçinin də Ömər bin Xattab radiyallahu anh o vaxt ki, təravih namazını yığdı cəmaatı xilafətində. Siz bilirsiniz ki, təravih namazını qılırdı Peyğəmbər sallallahu aleyhi ve sellem. 4 gün qıldı, sonra qılmadı. Çıxmadı cəmaata. Səhəri yaxın çıxdı, dedilər ki, Rasulullah cəmaat yığılıb, hamısı gözləyirlər. Dedi ki, Rasul sahib qorxdum ki, qorxuram, ümmət fərz kimi başa düşər, təravih namazını. Və Ömər bin Xattabın vaxtınızın belə idi, hamı yığılıb bir yerdə qılmırdı təravih namazını. Yəni, cəmaat ayrı-ayrı qılırdılar. Sonra Ömər bin Xattabın vaxtında yığıldı, hamısı bir dənə imamla qılmağa başladı. Ömər bin Xattab gördü, dedi ki, nə'mətul bid'əhəzi. Nə gözəl, yəni, bidətdir bu. Və neymətdir bu, bidətin neyməti. Yəni, Ömər bin Xattab burada şəri'i bidət nəzərdə tutmuyor. Çünki şəri'i bidət olsaydı, Peyğəmbər sallallahu gərək qılmayaydı bunu, onda bidət olardı. Yoxsa qılıb axı təravihi. Yəni, bidət deyil. Ola ki, tərkiliyib nə üçün fərz kimi başa düşməsinlər. Və Ömər bin Xattab orada bidət kəlməsini lüğəvi mənada işlətmişdir. Şəri mənada yox. Ona görə şəri terminləri düzgün başa düşmək lazımdır. Elə deyil. Düzgün başa düşmək lazımdır ki, ayrasın. İnşallah onun növləri var, onun hər əhkamları var, öz lüğəvi mənası var, həmçinin şəri mənası. Hər kəlmə şəriətdə lüğəvi mənası var, şəri mənası var. Məsələn, namaz. Lüğəvi mənada nədir? Dua. Ola ki, şəri mənada yox, duadır. Şəri mənada təkbirdən, qiyamdan, rükudan, səcdədən və sonunda salamla bitirməklə ibadətin adıdır. Amma lüğəvi mənada duadır. Şirk. Lüğəvi mənada qorxuludur. Şəri mənada qorxuludur, əbədiyyən cəhənnəmlidir. Ona görə Rasul sallallahu sahabələrdən bəziləri Yəmənə yollayanda deyir ki, dinə Yəmən əhlindən mən icazə verirəm onlara şirk eləməyi. Yəni, ticarətdə şərik olmaq. Şirk odur, yəni şərik. Yəni, o deməkdir ki, yəni şirk qoxmaq. Yox, yəni lüğəvi mənada. Amma şəri mənada isə Allah'a şərik qoşmaq. Şəri mənada qorxuludur şirk. Amma lüğəvi mənada qorxuludur. Ona görə dində o terminlər ki, gəlir kəlmələr, onlara gəlir ayırasan, lüğəvi, şəri. Necə Ömər bin Xattab da dedi ki, nəmətul bid'əhəzi, nə gözəl bidətdir bu, orada nəzərdə tutmuşdu lüğəvi cəhəti, şəri yox. Amma şəri mənada bidət, insan gəlir çəkinə, həmçinin bidət əhlindən də gəlir çəkinəsən. Bidət əhlindən də gəlir çəkinəsən. Şeyxlər də, hətta salam vermək onlara düzgün deyil, xüsusən bidətçiyə baxır necə. Belə təhlükəlidirsə, zat. Heç olma. Deməli, bidət, baxırsan, bidət əhli fərqlənir. Elələr var, təhlükəlidir. Məsələn, görürsən, indi elə təhlükəli adamlar var. Terror, danışıqlarından elə terrorza deyə gəlir. Onlara salam vermək düzgün deyil. Onun Bin Baz, rahiməhullah, soruşanda ki, onlara salam vermək olar, de olmaz salam vermək. Çünki təhlükəlidirlər. Onlar bidətçilərdir, onlar təhlükəli bidətçilər. Elə bidətçilər var, təhlükəli deyil. Bir də dəvət eləmir bidətinə. Onlar biraz qorxuludur. Ona hətta Buxari, Müslim və qeyri sələf alimləri, yəni sələf, hədis əhli. Onlardan hətta rivayətlər də götürüblər. Ediblər rivayət onlardan. Amma onlar ki, hətta xavariclərdən rivayət ediblər. Onlar ki, sadiqdirlər, dəvət də eləməyiblər çox vaxt. Amma dəvət edənlərsə, onlar həlak əhlidir. Onlardan rivayət edənlər, onlara əslən düzgün deyil, oturma olandan salam vermək. Allah razı olsun, Allah bilir. Sonra Şeyx İbn-i Cəvzi rahiməhullah buyurur, İnqəsəm əhlil bidə. O vaxt ki, bidət əhlindən danışdı və Şeyx deyir ki, rahiməhullah, bidət əhli də neçə növdir? Yəni, cürbəcürdür bidət əhli.
Sakit, danışma. Bidət əhli neçə növdür? Təqlənlər. Burada şeyh, rahiməhullah, Əbu Hureyra rivayətini getirir ki, Peyğəmbər salsın buyurur, Yahudilər 71 yerə bölündülər, Nəsranilər 72 yerə, mən ümmətim 73 yerə bölündülər. Hamı cəhənnəmdədir, ancaq birindən başqa. La Yarsullah, hansı da o biri, sahabələr soruşdu. Dedi ki, cəmaat. O halde ki, cəmaat olacaq və başqa rivayətlər cəmaatı şərh edir. Yəni, insan nə vaxt cəmaat olur? Deyir ki, kim mənim sahabələrin yolundadırsan? Cəmaat olur. Cəmaat şərti odur ki, Peyğəmbər salsın yolu və sahabələrin yolunda olsun. Cəmaat şərtindən də öyle əmir olsun. Bəzi başları çıxmayanlar deyirlər ki, əmir yoxsa cəmaat yoxsa, gələk əmir ola. Cəmaatı şərtdə öyle əmir ola. Cəmaat şərti odur ki, haqq ola. Və insan tək olsa da haqq olsa, necə bir Masud deyir, radiyallahu anhuma, cəmaatdır. Və şeyx burada deyir ki, 73 yerə, ancaq biri. O 73 yerə ümumiyyətlə bölünüblər, bilinir kimlər də olar. Allah bilir. Olar ki, o demək deyil, bu 72 hamısı cəhənnəmə girəcək. Ola bilər oradan cənnətə girənlər olsun. O demək deyil, 72 hamısı cəhənnəmə girəcək. Yox. Ola bilər oradan cənnətə girənlər olacaq inşallah. Kimlər ki, şirk eləməyiblər, lakin günah asi olurlar sana. Və şeyx deyir ki, rahimullah, burada əsas da onlar, əsas firqələr var, onlardan bölünüblər. O firqələrdən məsələn Murciə, Hərurilər və qeyriləri. Məsələn, Hərurilər xavaricdən adlarıdır. Danışma orada. Hərurilər xavaricdən adlarıdır. Hərur deyiblər çünki Hərur deyilən bir yerdən çıxmışdılar. Onlar cürbəcür vəsfləri var idi. Bəzilər Hərurilər deyillər, bəzilər xavariclər, bəziləri qurra, qarilər. Çünki hamısı hafiz idi. Lakin əlhamdülillah sahabələrdən biri yox idi onlarla. Onların da, məsələn, deyir, əsrlərdən biri onlardandır. Onlar da cürbəcürdür. Məsələn, o firqələrdən, onların qollarından biri əzrəqilərdir. Onlar deyirlər ki, kim bizlə deyir, kafirdir. Əzrəqilər deyirlər ki, xavaricdən bir qoldur. Deyirlər, kim bizlə deyir, hamısı kafirdir. Var indi, cəmaat təkfir deyirlər onlara. Təkfir cəmaatı, yəni hamı kafir sayırlar. Kim olanla deyil, kafir namı. Ya münafiqdir, ya da kafir. Və belə bütün müsəlman ölkələrin, müsəlmanlar hamısı kafir sayırlar. O zəlalət iblisin dostlarına əzrəqilər deyirlər. Müasir əzrəqilər. Həmçinin xavariclərin qollarına ibadilərdir. Deyirlər kim onlarla deyil, münafiqdir. Həmçinin sələbilər və həmçinin xəlfilər deyirlər ki, kim cihad tərkili isə kafirdir. Cihad eləməlisən. Elmirsənsə kafirsən. Onların da adı xəlfilərdir. Və s. Və təbii ki, bir o firqə var, ibadilər, amandadırlar, lakin onlara oxşayanlar var. Hansı ki, bizə oxşayırlar, yanımızda deyanlar. Allah onları təmizləsin bizim aramızda inşallah. Və həmçinin qədərilər var, o 72 firqədən, həmçinin cəhmiyyələr, murciələr və cəbərilər. Bunlar hamısı zəlalət firqələrdir. Bunlar əsr firqələrdir, hansı ki, ondan ayrılıblar. Və təbii ki, onlar hamısı cəhənnəmliydi inşallah. Onlar hamısı cəhənnəmə geçir. Bir dənə salamat firqə əhl-i sünnə və cəmaatı, yəni Rasul sallallahu aleyhi və sahabələrin yolunda olanlar. Amma o cəhənnəmə o firqələrdən ola bilər cənnətə geçsin. Hamısı kafir deyil. Aydındır. Və sonra Şeyx Rahimullah fitnədən çəkinməkdən danışır və fitnədə şeytan necə istifadə edir? Fitnənin qızışmağına. İblis, yəni necə istifadə edir? Hansı qapılardan girir fitnədə? Ondan danışır. İnşallah qalsın gələn dərslərimizi Allah bilir. İbn-i Cəvzi Rahimullah İblisin
fitnəsindən qorunmağa əmr edir. Yəni, mövzunun üstündə davam edir. Yəni, iblisin fitnə eləməsi. Belə yoxdur ki, fitnə maneçilərdən başçısı iblisdir. İblis və insanların qəlbində şeytanlar. Hansı ki, fitnəyə qapı açırlar və düşürlər fitnəyə. Ona görə Şeyx İbn Cəvzi rəhməhullah burada ayələr gətirib ki, Allah Subhanahu taala deyib ki, iblisdən qorunun şeytandan. Və deyib ki, açıq aydın düşmənimizdir. Lakin çoxsu xarici düşməndən danışıblar. İndi də görürsən, məsələn, danışır kafirlərdən, lakin özündə olan kafirləri yaddan çıxardıb, həlak edənləri. O da ən böyük iblisdir. Ən böyük düşmən insanın daxilində də ən birinci. İblis və onun nəfsi. Gələk insan birinci olana qalib gələr. Ona Peyğəmbər salsın buyurur ki, mücahid odur ki, o nəfsinlə cihad edir. Mücahid adlandır. Çünki böyük düşmənlərlə döyüşür. Nəfsi və nə? Şeytanla. Bəzi avamlar bunu eşitəndə qəlbən, zahirən də gülməsələr, qəlbən gülürlər. Dillər gör nə danışır. Lakin o elə dəlildir ki, onun gülməyi ki, o avamlardan sırasındadır. Hansı ki, hələm qalib gəlməyib. Əslən düşməni tanımır daxili kimdir. Gülən o da onun şeytanıdır daxildə. Ona görə Allah Subhanahu taala buyurur: "Və la təttəbi xutuvati şeytan." Şeytan addımlarla ancaq getməyin. İnnehu lekum aduvun mubin. O sizə açıq aydın düşməndir. Açıq aydın. Düşmənlər var, bilinmir. Amma iblis açıq aydındır. Allah Subhanahu taala deyib, bundan qorun. Birinci ondan qorunmaq lazımdır. Həmçinin başqa ayədə Allah Subhanahu taala buyurur ki: "Və yuridu şeytanu an yudillahum dalalan ba'ida." Şeytan istəyir insanları zəlata aparsın. Həmçinin başqa ayədə buyurur ki, şeytan istəyir ki, aranızda düşmənçilik yaratsın, qəzəb yaratsın və xüsusən də qumarla, içki ilə və istəyir sizi Allahın zikrindən uzaq salsın və namazdan uzaq salsın. Siz fikir verəcəksiniz mi bu məsələyə? Allah Subhanahu taala diyor. Talantum muntahun. Həmçinin ayələr çoxdur ümumiyyətlə şeytandan danışır, iblisdən. Lakin iblis şeytan deyildi. Şeytan vəsfdir. Vəsf. Yoxsa iblis birinci şeytan da öldü. Lakin nə vaxt şeytan oldu, o vaxt asi oldu. Hər asi şeytandır. Şeytan müəyyən bir cinsə deyilmir. Hər hamısından şeytan olur. İnsandan da şeytan var, heyvandan da, cindən də. İblis isə şeytan deyildi birinci. O vaxt asi oldu, şeytan oldu. Şeytan da Allahın rəhmətindən uzaq olandır. Şata. Allahın rəhmətindən uzaq olan şeytandır. Ona görə kafirlər şeytandır. Rahat deyə bilərsən. Çünki Allahın rəhmətindən uzaqdır. Və qorxu şeytanlar da insan şeytanlardır. Çünki cin şeytanlar görsən, Quran azad eşitəndə uzaqlaşırlar. Heyvan şeytanlarını da uzaqlaşdırma olar bir tərəf. Və lakin insan şeytan ən təhlükəlidir. Çünki Quran oxusan o da gedmirlər. Və sonra Şeyx İbn Cəvzi rəhməhullah iblisdən danışır biraz. Və deyir ki, ən birinci hansı iblis oldu. O vaxt ki, adamı yaratanda dedi ki, səcdə elə, lakin dəlil gətirdi. Ola ki, etiraf elədi, gizlətmədi. Dedi, görürsən var, bizim yanımızda qılırlar ki, gizlədir. Daya çıxır, darvaza o tərəf danışır. Yəni, iblis onlardan yaxşıdır. İblis açıq aydındır, xaliqlə düz idi.
Açıq aydın hamısı, mələklər dayanır hamısı. Deyir ki, ya Rabbi, xələqtəni min nar və xələqtəni min tin. Dəlil getirdi ki, Adəmdən əfsəldir. Çünki bir onu oddan yaratmışsan, onu torpaqdan yaratmışsan, məhz oddan. İblis elə zənn etdi ki, o torpaqdan əfsəldir. Dəlil getirdi. İblis dəlil getirir. Və sonra başqa dəlillər getirdi. Sonra bir ayədə deyir ki, وَأَنَا خَيْرٌ مِنْهُ. Mən ondan xeyirliyəm. Və lakin Allah subhanət hala gördü ki, bir dənə səcdəyə görə asi oldu. Allah lənətlədi onu ta qiyamətəcən. Ona görə təzələ bir dənə səcdəyə görə. Allah subhanət hala nə qədər əmr edib bizə gündə səcdə. 5 namazda götürsək nə qədər səcdə var? Subhanallah. Bir dənə səcdəyə görə lənət aldı qiyamətəcən. Allah var səcdə eləməyib ömrün boyu. Deyib qəlbim təmizdir. Təmizləyib renginə baxıb ki, ağbaqdır. Ona kifayətlənib. Murciə əqidəsi. Murciə. Çünki murciə deyib ki, Allahı tanımaq bəsdir. Kim Allahı tanıyır, əməl olmasa da, onun imanla Əbu Bəkirin, Peyğəmbər salsın imanı birdir. Bu ircalıqdır. Bizdə irca murciə çoxdur. Kim əməli görmür vacib, deyir, qəlbimiz təmizdir, biz Allah'a inanırıq, biz heç var yalan danışmamışıq, həmişə xeyr, yaxşı iş görmüşəm və s. Mən heç vaxt zülm etməmişəm heç kəsə. Onunla kifayətlənsə murciədir. Və belə. Və sonra şeyx davam edir iblisdən, inşallah qalsın gələn dəstələrimizi Allah bilir.